Avtoimmun xəstələrdə budur ki, yəni biz universitetdə oxuyan vaxtlarımızdan elmə məlumdur ki, çarəsi tam olmayan, yəni tam sağalması mümkün olmayan xəstəlikdir. Bugünkü gündə tibbdə eyni olaraq qalır ki, avtoimmun xəstəliklər nə qədər tibb irəliləsə də tam sağalmır. Bunun kimi Parkinson xəstələri də vardır, hansı ki bu əllərdə, bədəndə əsmələr olur. Bu xəstəliklər tam sağalmır. Bu xəstələr ancaq dərman maddəsi vasitəsilə bir ömür yaşamağa məhkum xəstələrdir və bəziləri vardır ki, ağır hormonal dərmanlarla yaşamağa məcburdurlar. Dərmanları kəssələr, hansı ki artrit, bütün əl falanqaları ayaqda, oynaqlarda şişkinlik həm ağrı verir, həm şişkinlik olur, həm qızartı temperatur olur, həm də estetik cəhətdən də xoş olmayan görünüşlər yaradır. Bütün bunları nəzərə alaraq kök hüceyrə müalicəsi ilə biz yenə də deyirəm, o xəstələrdə də tibbdə tam sağalması mümkün deyilsə, kök hüceyrə də onu tam sağaltmayacaq. Amma inanın, çox böyük irəliləyişlər əldə edirik. Ağrıları keçir, hormonal dərmanlardan uzaqlaşırlar, pisləşməsi durur, yaxşılaşması müəyyən dərəcədə olur. 15%-dən 90%-ə qədər yaxşılaşması olan pasiyentlər vardır. Burada yaşında rolu var, xəstənin hansı dərəcədə olmasında rolu var, hansı durumda bizə müraciət edib. Elə xəstə var, müraciət edib MS-dir, amma bu insan müəllimədir, gedir, dərs keçir, indi başlanğıcı var, indi diaqnozu qoyulur. Elə xəstə var ki, 20 ildir yataq rejimindədir. Bəli, 20 ildir yataq rejimindədir, MS xəstəsidir. İnanın, gedib xarici ölkələri gəzib gəlib bizə müraciət edən xəstələrimiz də vardır. Hətta xarici ölkələrdən də bizə müraciət edən ağır MS xəstələri vardır. Yəni mən heç kimin sənətinə bir pis şey deyə bilmərəm. Hər bir həkimdir, hər bir kolleqamızdır. Amma yəni kök hüceyrə terapiyası ilə biz bunu bacarırıqsa, yəni bəzən deyir ki, doktor illərdir müalicə niyə mənə bunu deməyiblər ki, bu da var, git bir bunu deyil. Deyirəm, bəzi həkimlərimiz ya xəbəri yoxdur kök hüceyrə terapiyasından, ya da xəstəni itirmək istəmir ki, bu xəstə nə qədər yaşayırsa, mənim xəstəmdir, hər ay gələcək, buna resepti yazacağım, gedəcək. Bəzən bəlkə bunu da düşünən o xəstəni niyə yönləndirməyiblər? Bu sual verən bizə pasiyentlərimiz çoxdur ki, niyə deməyiblər ki, bu sizə kömək edər. Yəni həqiqətən, yəni mən olmayayım, başqa kök hüceyrə mütəxəssisi olsun, bu kömək edə bilirsə, bunu etmək lazımdır. Və pasiyenti ən azından hormonal dərmanlardan qurtarıb və yaxşı, ağrısız bir şəraitdə yaşamalarını təmin etmək mümkündürsə, niyə bir pasiyent bir ömür boyu, eləsi var 40 yaşında, eləsi var 50 yaşında, niyə bir ömür boyu 20 il, 30 il bu pasiyent 50 il yaşayacaqsa, o dərmanlardan məhkum halda. Dərman maddəsi içmək də bilirsiniz də, yəni qaraciyər fermentlərini sıradan çıxarır, qaraciyər zərərlidir, mədə-bağırsaq traktını pozur, maddi durumu da pasiyent bir ömür onu, yəni psixoloji amil də bura şamil. Psixoloji rolu da çox böyükdür. Mən ona görə insanları hər zaman özümü onun yerinə qoyaraq, bir insan kimi düşünərək, bu məndə əvvəldən var. Universitetdə oxuduğum dövrdə də belə deyərdim ki, o xəstəlikləri oxuyanda axtarırdım ki, görürsən, bu məndə var, bu məndə var. Yəni bu şeyləri... Tələbə xəstəliyi deyirlər bəzən. Tələbə xəstəliyi, bəli. O dövrdən o şeyləri aşa bilmirəm ki, yəni insana xəstə gözü ilə yox, insan gözü ilə baxmaq lazımdır. Ən gözəli oldu. Bəli, mütləq şəkildə. Kəşki bütün həkimlərimiz o insani keyfiyyətlərə nail olsa. Çünki düşünürəm ki, elə işini vicdanla görən bütün həkimlər sizin kimi gözəl nəticələr əldə edirlər. Həqiqətən də günümüzdə bu və digər problemlər kifayət qədər çoxdur.